N'de 3. N'də 3 olur. Aha. C3 H6. C3 H6. Sigma rabitənin sayı nə qədər olur? Endi 3 soru 9 olmuş. çıxılsın 1 14'ü bərabər çevirəndə 8. eləmir. Bir dəqiqə. Evet, tutsun. Nəvin təzədən də görüm 72 14-ə bölən neçə eləyir? Ona hiç düşmürəm. Neçə düşür? Hərbi şeydir. Aynen sen Alkan Aga çiçeğin səhv hesab edirsən. Hə 5 düşür. Alkandır. Uşaqlar Alkandır bu. Çiçək Senin Alkandır. hoşçakalın. Hə, Müəllim Alkan. 12 2 vurur 24. Sen Ee, neden istemez? bir şey Ana deyəcəm. 12 2 vurur Müəllim, 24 24. formanın üstündə bir dənə 72 2 də yazın, 24 qalanını edir. düzəldin. Gedir Aha. hamısı uyğundur belə. Demək Alkanımız 14 D en plus 2 H4 beraber olsun. 70 Hə. elde 5'ti. Aha, 14 üstə gəlir B5 2 də bərabər şu 72. Bir dəqiqə Nihat qoy mən çatım sənə. N bərabər oldu 5-ə. C5 H necə? an. 10 yoxsa 12? Tamam. Alkandır. Ha 12 ölçü 2 C5 plus 2. H12. Aha. Sigma rabitənin sayı nə qədər olacaq? Bu artıq 17 çıxılsın 1 16. Ayşə, siklik deyil deyəm uşaqlar. Açıq qurşuna çıxmalısınız da. 17-dən bir çıxırsınız 16. İndi x-inkini bilmirəm, x götürürəm. Y-inki də 16-dır. Nisbət oldu aytən neçə? 5/8. Eləmi? 16 ilə 8-i buradan ixtisar edən bura qalır 2. X də bərabər olur 10. 10 dənə sigma rabitəsi olmaq üçün ayaqların cəmini toplayıb bir çıxanda 10 eləsin. Ayaqların cəmini bir toplayırsan, bir də çıxırsan 10 eləməlidir. Hansı variant olar? C8. Ay, sadəcə 8. Hə, aytən. Ayaqlarını topladıq 11, bir də çıxanda 10 eləyir. Başa düşdün? Bəli. Bayaqki sualdan fərqli olaraq Mən burada ayaqların cəmindən bir çıxmalıyıq ki, burada. niyə çıxmıyor? Axı bu siklik deyil, açıq quruluşludur. Bayaq görmədik. Bax 17-dən bir çıxıb 16 yazdıq biz. Bu Mən alt o birisi sualı düz yazmışdım. Bu sual səhv çıxmışdı. Dedim, əlbəttə bəlkə o birisi düsturda səhv eləmişəm, amma burada 10 çıxmamışam da, yəni 10 tapmışam sadəcə. yox çıxmalısan. O birisi siklidir, sikl alqan, bu alqandır. Ona görə girişdə biz Bəli, başa səhv getdik. bəli, bəli. Əla. Sonra 119 4-cü qrup SP3 dedim Süleyman. Sənin 4-cü qrupun hansı ildə düşmüş Bu deyə düsturu qəbul mən deməli. deyə bilərsən. Bəli, qoy görüm hara yenə istirdin bu vərəqə. Aha. Süleyman yazmışdın o sualı, sən oxuyacaqsan amma Gülay. Görüm bir dəqiqə Tamam. açım. Yazıbsan 119 Süleyman. 4-cü qrupun qəbul sualı olur. Aha. Yəqin yazmayanlar aramızda var. Və Gülay deyirsən, çünki niyə yazanmamışıq yazmayanlarda? Başdakı Bilməli. reaksiyanı bilmirsiniz. Bəli. Aha. Çünki Belə. burada mən ikisi, biri var kalsium C2-dən reaksiya vardı. Kalsium C2-dən C2H2 alınırdı. Amma burada alüminium 4C3 nəysə CH4 alınırdı. Alüminium OH3 üzərinə gəlsin CH4 Hə, alınırdı. bir dənə Bu gözlə reaksiya. Gülay. Gülay onda gözlə, qoy mən də yazdım. Uşaqlar həm də əslində siz də keçirsiniz deyə metanın alınma reaksiyası. Elmir səsin gəlmir yenə 5-10 dəqiqə olar. Metanın alınma reaksiyaları var da Elmir. Alüminium karbidin üzərinə su gələndə deyir oradan nə alınır? Metan qazı alınır. Yadına gəlir? Deməli X-imiz olacaq nə? Metan qazı. Sonra Gülay davamını da görüm. Metan qazının başına nə Sonra gəlir? metan 550 dərəcədə parçalanır bu. 550 dərəcədə dəqiqə CH4 alınırdı deyəsən. Bəli, Hə, CH4 idi. CH4 alınır. Bu da olur CH4 Y-imiz. Aha. Y. Sonra deyir ki, həmin bu katalizator eləyəndən sonra, yəni üzərinə hidrogenləşdikdən sonra Z alınır. Hidrogenləşdikdən sonra C2H6 alınır. CH6 alınır. Bəli, bu da olur CH6. Sonra Bizdən deyir nə ki, istəyir? həmin bu CH6-dan nə qədər SP3 var? SP3 yəni karbonlar arasında olanlar, Aha. bu alkan olduğuna görə alkan atomunda nə qədər karbon varsa, onların hamısı SP3 Hə, birləşmədir. 2 karbon İndi var burada da deyə. Aha. bəli, Nə iki qədər o? barmaq arasında bir dənə sigma Ay, rabitə. SPS arasında sigma rabitə də elə bir dənə olacaq. Aytən yazmışdın yoxsa yox? Bir dənə sigma rabitəmiz olacaq.